İmişli kollektivi başlayır. Beləliklə baş hakimin start fiti ilə qarşılaşma başlayır. Hər iki komandaya uğurlar. Qeyd edim ki, bu görüşü sizin üçün qismət. Lukaviano zərbə və top qapıdan asfə qaralı keçir. İzləyirik epizodu. Bir neçə rakursdan mükəmməl zərbəni izlədik. Enrique ötürməsini edir Rossi istiqamətinə. Kerim Rossi, ötürmə Adilxanova, Edgar yerdə qalıb və top meydandan çıxır. Təkrara son toxunuş Diogo Rolio'ydandı. Rolio o özündən çox irəli buraxdı. İmişli hücumdadır, ötürmə Karakliyicə. Karakliyic, Fernandes. Güncdən zərbə. Hər şey buradan başladı. David Santos topu itirdi. Karakliyicə istiqamətinə idi Juninho'dan və Cesar Enrique. Uzun ötürmə. Trikaviano istiqamətinə Trikaviano. Aşırma zərbə. Ronaldo de Souza. Trikaviano'nu keçdi. Ötürmə Diogo Almeida istiqamətinə. Almeida rəqibindən sıyrıldı. Almeida! Top qapıdan aralı keçir və oyundan kənar vəziyyət. Diogo Balau. Daha doğrusu indi top Balau'dadır. Balau ilə Trikaviano'nu qarşılayıram. Simaları çox bənzəyir. El oyunla bağlı etirazlar var. Son qələbəsi Qarabağ üzərindədir. Bəli, burada el oyunla bağlı etiraz edirdi Şamax futbolçuları. David Santos. İrəli ötürmə. Uzaqdan zərbə və qapıcı yerindədir, bir qədər yumuşaq alındı. Əks hücum şansı bu dəfə Şamaxının da. Balau sürətlidir. Sağ cinahdan gəlir Şamaxı. Diogo Balau. Balau sıyrılır, rəqibindən ötürməsini edir və qarşılandı. Uzaqdan zərbə. Top qapıdan aralı keçir. Bu da epizodun təkrarı. Abbas Ağazadə. Top yenidən Balau'dadır. Diogo Balau. Ötürmə Rossi'yə. Rossi. Top qapıdan aralı keçir. Yenə də çərçivəyə düşə bilmədi. Rossi'dən ötürmə Oruç istiqamətinə. Oruç Məmmədov ötürməsini Trikaviano'nun zərbəsi və Sinenka. Baxaq epizodun təkrarını. Oruç Məmmədov qəbul etdi. Sağa meyilləndi. Trikaviano ötürmə etdi. Bəli, top Trikaviano'nun zərbəsindən sonra İmişli futbolçusuna dəymişdi. Ona görə top Trikaviano'da da ötürmə Rossi istiqamətinə. Kerim Rossi və top hələ də ondadır. Balau oyundan kənar vəziyyət. Yan xətt hakiminin bayrağı havada. Bəli. Oyundan kənar vəziyyət. Və Abbas Ağazadə sol cinahdan sürətlə gəlir Abbasdan. Ötürmə Almeida istiqamətinə. Almeida! Top qapıdan aralı keçir. Çox yaxşı fürsət əldə etmişdi. Bəlkə də Rüfət Abbasovla oynayır və beləliklə baş hakim Vüqar Həsənli maçı bitirir. Şamaxı İmişli görüşündə komandaların cəhdlərinə baxmayaraq qolsuz bərabərlik qeydə alınır və hər iki kollektiv bu görüşdə aktivinə bir xal yazdırır. Şamaxı